Çau rəqətçi. Bu günləri xarici təhsil şənbəsinin 3-cü buraxışındayıq və bugünkü mövzumuz İtaliyada təhsil barəsindədir. İtaliya təhsili ilə bağlı biz bir çox suallar alırıq və aldığımız bir neçə sualı gördüyünüz kimi cavablandırmaya çalışacağıq. Yenə də eyni qaydada random şəkildə gedəcəm suallarda. Hər hansı bir suallar içində əlavə infolar olarsa, onunla sizinlə bölüşməyə şad olaram və özümə borc bilirəm. Sadəcə qısa bir info vereyim İtaliya təhsili ilə bağlı. İtaliya bakalavr, master və PhD təhsil ala bilərsiniz. Bakalavr üçün 12 illik təhsil şərtdir. Master üçün isə universitet qutarandan sonra müraciət etməyimiz və ya universitetdə 4-cü kursda olursunuzsa, o zaman müraciətlərə başlaya bilərsiniz. PhD üçün isə master son ilində müraciətlər edə bilərsiniz. Qısa bir məlumatdan sonra mən suallara artıq keçmək istəyirəm və suallar əsasında daha detallı infolar verəcəm sizə. İlk sualımız təhsil müddəti neçə ildir bachelor və master üçün? İtaliyada təhsil müddəti bakalavr üçün 3 il, master üçün isə 2 il nəzərdə tutulur. Sadəcə istəsəniz bu müddəti uzada da bilərsiniz, çünki orada hər hansı bir qısıtlama olmur uzatmaqla bağlı. Amma normal duration 3, bakalavr üçün 2 il isə master üçün nəzərdə tutulmuşdur. Növbəti sualımız IELTS və ya başqa dil sertifikatı lazımdırmı? İtaliyada əgər ingiliscə təhsil almaq istəyirsinizsə, yəni ingilis dilli kurslara başlamaq istəyirsinizsə təhsil dərəcələrinə, IELTS mütləqdir və yaxud da ki, bakalavr təhsiliniz ingiliscə olubsa, bir çox universitet ingiliscə arayışdan sizə qəbul verir. Sadəcə bəzi universitetlər var ki, ingiliscə arayış artıq qəbul eləmir. Misal üçün, buna Politexnik Turini biz misal göstərə bilərik ki, Politexnik Turin 5-5 IELTS dərəcəsində okeydir, amma ingilis arayışa okey deyil. Bu səbəbdən IELTS alsanız yenə də şansınız yüksəlmiş və çoxalmış olar. Başqa dil sertifikatları, Duolingo və s. nəzərdə tutursa, yəni IELTS TOEFL keçərlidir. Duolingo əgər nəzərdə tutursunuzsa, adətən İtaliya universitetləri Duolingo qəbul eləmir. Bəzi universitetlər ola bilsin ki, yəni bu güzəştdə etsinlərsə, bəzən İtaliyada hər hansı bir dil sertifikatı olmadan belə qəbul almaq mümkün olur. Sadəcə bu həm şansınızı azaltmış olacaq, həm də ki, İtaliyada illərlə universitetdə tələbə axını olduğu üçün getdikcə rəqabət çoxalır və biz tövsiyə edirik ki, mütləq şəkildə IELTS və yaxud TOEFL alasınız. IELTS almağınızı isə daha çox tövsiyə edirəm. Növbəti sualımız aylıq yaşayış xərci təxminən nə qədərdir? Bu suala bir İtaliyada yaşamış, İtaliyada təhsil almış bir şəxs kimi cavablandırmaq istəyirəm. Bu tamamilə sizdən asılıdır. Mən oxuduğum dövrlərdə bizə ayrılan 500 avro təqaüd var idi ki, 500 avro yəni bizim bir aylıq xərcimizi tamamilə cover tamamlaya bilirdik ona yaşayışımızı. Biz qaldığımız vaxtlar 250 avro ev idi, 250 avro da ortamı yaşam üçün kifayət edirdi. Artı deyim ki, bu sizin yaşam fəlsəfənizə və yaşam dərəcənizə görə dəyişəcək. Hal-hazırda artış var, normal olaraq illər ötdükcə yaşayış xərcləri çoxalır. Təxmini belə deyim sizə, bu il üçün təxmini 700 avro, 650 avro, 800 avroya qədər bu məbləği artıra bilərsiniz. Bu da dediyim kimi, sizin tutacağınız evdən, evin şəhərə yaxınlığından və xərclərinizdən asılı olaraq dəyişə bilir. Amma nəzərinizdə qalacaq, qısa konkret deyim ki, İtaliyada yəni 700-1000 avro arası aylıq yaşam xərci çıxır. Növbəti sualımız, universitetlərin özlərindən təqaüd almaq olurmu? İtaliyada bəlkə də Azərbaycan tələbələr üçün mümkün ola biləcək maksimum təqaüd opportunity olan ölkədir. İtaliyada universitet daxil təqaüdləri var. İtaliyada məzun olmuşlar üçün investiyortan təqaüdü var. İtaliyada mayeç təqaüdü var və İtaliyada sosial təqaüd var. Bunlar hər birinə bağlı əminəm ki, burada suallar var. Qısa bir məlumat verəcəm. İlk 3 saydığım sosial universitet daxil təqaüd, mayeç və investiyortan, bunlar akademik təqaüdlərdir. Yəni akademik nədir? Tələbənin GPA, IELTS, motivation, nəticələrinə və s. baxır. Sosial təqaüd isə sırf ailə gəlirinə baxır. Digər təqaüdlərlə bağlı qısa bir məlumat verim ki, hər biri akademikdir. Tələbənin nə qədər yüksək GPA və IELTS və digər nəticələri yüksək olarsa, o qədər qazanma şansı çox olur. Sualımıza gələndə universitetlər özlərinin daxil təqaüdü olurmu? Bəli, universitetlərin daxil təqaüdləri var. Bura biz Siena, Turin, Padua, Bologna, Milan, bu tip universitetləri misal göstərə bilərik. Bəziləri üçün daxil təqaüddə ekstra müraciət etməyə gərək olur. Bəziləri üçün isə hər hansısa bir müraciətə ehtiyac yoxdur. Sizin nəticələrinizə görə avtomatik dəyərləndirmə aparılır. Növbəti sualımız, bank hesabına nə qədər pul göstərilməlidir? Bu da viza ilə bağlı mərhələdə olan sualdır.
siz qəbul aldıqdan sonra viza mərhələsinə başlayırsınız avtomatik olaraq. Viza mərhələsində bank hesabında pul göstərmək məcburiyyətindəsiniz. Sosial təqaüdə gedirsinizsə, öz hesabınıza gedirsinizsə, adətən bunu sizdən tələb edirlər. Total məbləğ keçən il yanlış xatırlamırsam 6980 avro idi, yəni 7000 avro civarı idi. Çox güman ki, bu il nisbətən artmış olacaq. Yəni 7500, 7700, 8000 avro civarı tələb edə bilərlər sizdən. Bank hesabına mütləq şəkildə pul göstərməlisiniz. Sadəcə bu məbləğ Almaniyada olduğu kimi bloklanmır. Yəni siz Azərbaycan bank hesabına bir hesabınızı açıb məbləği yatıra bilərsiniz. Növbəti sual application bağlıdır. Müraciətlər nə zamana qədər açıqdır? İtaliya universitetləri müraciətləri təxminən noyabr ayından elan olunur, application açılır. Universitetlərə görə deadline dəyişir. Noyabrdan təxminən aprel-maya, hətta iyuna qədər bəzi universitetlərin application açıq qalır. Sadəcə bir çox universitetlər Azərbaycan tələbələr üçün non-EU vətəndaşı olduğumuz üçün məsləhət görürlər ki, aprelə qədər müraciətlərimiz tamamlanır. Çünki qəbulun gəlməsi, viza mərhələsi və s. uzun çəkən bir prosedurdur. O səbəbdən ən gecə aprelin sonuna kimi, ən gecə mayın əvvəlinə kimi müraciətinizi tamamlamağınızı məsləhət görürük və adətən o vaxtdan sonra da Azərbaycan tələbələr üçün application açıq olmur. Növbəti sualımız, məzun olduqdan sonra İtaliyada qalmaq mümkündürmü? Bu çox aldığım sual. Dediyim kimi, orada yaşadığım üçün də bu sualla bağlı çox təcrübələrim var və suallar alıram. İtaliyada qalmaq mümkündür. Yəni siz demək olar ki, bütün Şengen zonasını qutarandan sonra minimum 9 ay iş axtaran kimi işçi, yəni iş axtaran oturuma müraciət edə bilirsiniz və oturumunu aldıqdan sonra 9 ay orada iş tapandan sonra qala bilirsiniz. Sadəcə İtaliya iş baxımından İtalyanca bilənlərə daha çox üstünlük verirlər. Bu səbəbdən İtalyanca öyrənsəz getməmişdən öncə, yəni fərqi yoxdur İtaliya və digər ölkələr olsun. Yəni hansı ölkə gedirsinizsə mütləq şəkildə çalışın ki, Avropada həmin ölkənin dilini öyrənəsiniz. Sadəcə bəzi ölkələrdə yalnız ingiliscə bilməklə həm yaşaya bilirsiniz, həm işləyə bilirsiniz. Amma İtaliyada bu biraz çətindir. Ona görə İtaliyaya gedəcəksinizsə, yəni İtaliya sizin dream countrydirsə əgər, məsləhət görürəm ki, İtalyanca öyrənəsiniz, başlayasınız. Dediyim kimi, legal olaraq 9 ay bitirdikdən sonra qala bilirsiniz. İş tapandan sonra da artıq işinizin müddətini, yəni müqaviləniz müddətinə qədər uzada bilirsiniz oturumunuzu. Vizadan keçmək üçün valideyninin birinin mütləq iş yeri olmalıdırmı? Sosial təqaüdə gedənlərin sayı çox olduğu üçün səfirlik tələbələrdən mütləq şəkildə gəlir mənbəyi soruşur. Çünki siz banka pul qoyursunuz, siz yəni ödənişlər əsasən gedirmiş kimi göstərdiyiniz üçün səfirlik ailə gəliri tələb edir ki, misal üçün siz viza müraciətində ailə tərkibi verirsiniz. Ailə tərkibi olan şəxslərin ailə gəlirisi, ana, atanın maaşını və s. İlk öncə bunu deyim ki, ana, atanın rəsmi olaraq işləməsi şərtdir, yəni biznes sahibi də ola bilərlər. Onlar o zaman VN çıxarışları, bank hesab çıxarışları, yəni bu sənədlərlə də öz gəlir mənbələrini göstərə bilərlər. Amma arzu olunur ki, mütləq şəkildə ən azı bir şəxsin rəsmi olaraq gəliri olsun. Yəni olmadan da qazanan olubmu? Bəli olub, amma çox çətinliklə olur. Burada belə bir sual qarşılaşmışıq ki, tələbələr deyir, qardaşım və ya bacım və ya hər hansı bir sponsor şəxs dura bilərmi mənə sponsor? Yəni bizim tövsiyə etdiyimiz ana və atanın sponsoru olmasıdır tələbəyə. Bacı, qardaş, digər sponsor şəxslər, yəni ikinci və üçüncü dərəcəli sponsorlar sayılır və onların sənədləri prioritet sayılmır. O səbəbdən yəni arzu olunur ki, ana-atada mütləq şəkildə ən azı birində gəlir mənbəyi göstərilsin, yəni bunu sübut edə biləsiniz. Son 2 sual və bundan sonra qısa bir overview verəcəm İtalyan təhsilindən bağlı ki, suallarınızda hər hansı bir qaranlıq nöqtə qalmasın. Sosial təqaüd üzrə tələbə nədir? Oxuyarkən işləmək mümkündürmü? Gəlin oxuyarkən işləmək mümkündürmü sualını cavablandırım, çünki digəri daha genişdir. Oxuyarkən işləmək mümkündür. Siz həftəlik legal olaraq 20 saat işləyə bilərsiniz. 20 saatdan artıq işləməyiniz illegal sayılacaq. Amma 20 saat kifayət edir ki, siz müəyyən bir xərclərinizi İtaliyada qarşılayasınız. Sadəcə dediyim kimi, yəni İtalyanca bilməlisinizmi? Yəni mənim düşüncəmdə İtalyanca bilməlisiniz, çünki İtalyanca bilməsəz, yəni işləmək və ya hər hansı bir kommunikasiya qurmaq çox çətin olacaq. Son sual, sosial təqaüd üçün tələblər nələrdir?
Belə deyim sizə, sosial təqaüd çox aldığımız sualların içindədir. Sosial təqaüd, yəni azərbaycanlıların belə, mənim özüm də təhsil aldığım bir təhsil təqaüd növü idi sosial təqaüd. Sosial təqaüd əsas tələblər var. Tələbə hər hansı bir dövlət universitetindən qəbul almalıdır və qəbul aldığı universitetin, yəni yerləşdiyi regiona uyğun regional, yəni sosial təqaüdə müraciət etməlidir. Buna sosial təqaüd deyilir, buna regional təqaüd deyilir, buna DUSU deyilir, yəni bir çox adı var. Yəni İtaliyana ən çox qoyduğu adı DUSUdur, yəni. Sosial təqaüd üçün tələb olunan sənədlərdə ilkin almalı olduğunuz sənəd ailə tərkibidir. Ailə tərkibində 18 yaşdan yuxarı hər kəs üçün və siz daxil olmalı daşınan əmlak, daşınmaz əmlak, ailə gəliri, yaşadığınız evin sahəsi, bu tip sənədləri yığırsınız. Adətən bu sənədləri regiona görə dediyimiz kimi dəyişir. 1 il və yaxud da 2 il əvvəlin sənədlərini sizdən tələb edə bilərlər. Bu sənədləri yığdıqdan sonra poçtla və yaxud da ki onlayn və yaxud da ki özünüz gedəndə aparırsınız. Onlayn müraciət etməklə bərabər sənədlərinizi hazırladıqdan sonra müraciətinizi həyata keçirirsiniz. Dediyimiz kimi regiona görə deadline müraciət tarixləri belə deyim sizə dəyişir. Elə proqram var ki, yəni region var ki, onlarda deadline avqustda, eləsində iyulda, eləsində var isə sentyabrın sonu olur. Yəni sosial təqaüd üçün əsas gəlir sənədləri, dediyim ki, əmlak və sair sənədləridir. Bunları topladıqdan sonra isə müraciətinizi tamamlayırsınız. Sadəcə sosial təqaüdün bir dezavantajı var ki, cavablar adətən oktyabr və noyabr ayında bilinir və siz ora gedib çatdıqdan sonra nəticələr elan olunmuş olur ki, bu da tələbələr üçün bəzən çətinlik yaradır və təqaüddə adətən bəzi regionlarda gecikmələr ola bilir. Bu həm DUSU tərəfindən, həm də ki, bizim tələbələrimizdə biraz adaptasiya və s. gec olduğu üçün sənədləşmədə gecikmə səbəb olur. Amma əvvəl-axır təqaüdü almaq nəsib olur. İtaliyada təhsil haqqında, İtaliyada yaşamış biri kimi, İtaliyada təhsil almış kimi belə bir şey deyə bilərəm ki sizə. Yəni prosedur olaraq çox challenge-lardan ibarət olan bir prosedur. Çünki qəbul almanın işiniz bitmir. Viza mərhələsi, sosial təqaüd sənədləri məsələsi, burada vizadan əlavə declaration, bəli, DOF sənədləri, sənədləşmə işləri var ki, diplom və apostillər dalınca qaçırsınız. Yayınızı bu sənədlər ətrafında, yəni yayınızı belə deyimsə, bu sənədləri toplamaqla keçirtmiş olursunuz. Amma dəyirmi? Hər zaman dəyir. Çünki İtaliyada universitetlərin rankingi, universitetlərin verdiyi təhsil bir çox Avropa və dünya universitetlərindən öndədir. Ona görə çalışın ki, heç bir zaman dayanmayasınız, çətinliklərə boyun əyməyəsiniz. Ümid edirəm ki, bu video sizin üçün qaranlıq qalan sualların aydınlanmış cavablarını tapmış olarsınız. Uğur olsun.